Rus dilində приходить, приезжать feillərini necə düzgün işlədirik? Приходить piyada, приезжать miniklə gəlməyi bildirir. NSV feillər, yəni bitməmiş feillər olduğu üçün yalnız regularlığı, yəni təkrarlanan hərəkəti bildirir. Hər üç zamanda baxırıq. Keçmiş zamanda. Əvvəllər mən tez-tez bu restorana gəlirdim və yaxud da gələrdim. Раньше я часто приходила или приезжала в этот ресторан. Приходила piyada gəlirdim, приезжала miniklə gəlirdim. İndiki zamanda. Mən həftədə bir dəfə bura gəlirəm. Раз в неделю я прихожу или приезжаю сюда. Gələcək zamanda. Bundan sonra sizə daha tez-tez gələcəm. Отныне я чаще буду приходить или буду приезжать к вам. Bu feillər yalnız regularlıq olanda işlənilir. Misal üçün, desəz ki, indi gəlirəm, приходить feilini işlətmirik. Yalnız regular, fərqi yoxdur. Редко или часто. İldə bir dəfə, ildə hər gün. Heç bir fərqi yoxdur. Əgər təkrarlanan bir şey varsa, bu feilləri işlədirik. Yalnız keçmiş zamanda приходить və приезжать feilini bir dəfə üçün işlədə bilərik. Onda da gəlmişdim kimi olur. Misal üçün, dünən dostlarım bizə gəlmişdi. Вчера друзья приходили или приезжали к нам. Başqa bir misal. Mən keçən həftə bura gəlmişdim. На прошлой неделе я приходила или приезжала сюда. Yəni bu onu bildirir ki, gəlmişdim, gəlmişdin və yaxud da gəlmişdilər və s. Artıq burada deyirlər. Gəlmişlər, indi isə qayıdıblar. Dünən dostlarım gəlmişdi, indi bizdə deyirlər, qayıdıblar. Mən keçən həftə bura gəlmişdim. Yəni burada indiyə kimi burada qalmamışam. Qayıtmışam. Gəlib sonra qayıtmışam geri. İndi yenidən gəlmişəm. Bu feillər rus dilində öyrənənlər üçün çətin gələn feillərdən biri olduğuna görə, baxmayaraq ki, kanalda kifayət qədər bu mövzuda videolar var, bu feillərə tək-tək baxmağın sizin üçün daha faydalı olacağını düşünürəm.